başlamışam. Mən birdən başlamışam. Hə, eləmə. Məndə mən vaxt olmadı kurs dərsləri üzündən. Hə, onda ardıcıl gedəyim. 50-də 2 düz xətt kəsişdikdə 2 düz xətt hansıdır? Budur. Müəllim kaydı başladırsınız. Hə, başlatmışam. 2 düz xətt kəsişdikdə alınan bucaqlardan biri o birindən 4 dəfə kiçikdir. Biri x-dırsa, biri o birisindən 4 dəfə böyük. Siz məndən kiçiksinizsə, mən də sizdən böyüyəm də. Deməli bir də nə olacaq? 4x olacaq. 4x. Bu bucaqların fərqini tapın. Bunların cəmi nəyə bərabərdir? X də gəlinsin 4x bərabərdir 180 dərəcəyə. 5x bərabərdir 180 dərəcəyə. Vurma da aşağıda bölümü olur. 36, 180-dən çıxacaq 36-na. Bura 36-dır. Burada 4 vurulsun 36 deyilmi? 144 eləyirmi? Bu bucaqların fərqini soruşur. 144-dən də nəyə çıxacam? 36-na. 8, 0, 108. Olur hansı variant? C variantı. Nömrə neçədə uşaqlar? 50-də. İndi keçəyin o birisinə, nömrə 51-ə. Nömrə 51-də deyir ki, 2 paralel düz xəttin. Paraleldirsə bu paraleldir, bu da kəsişməsidir. Alınan daxili bir tərəfli bucaqlardan söz gedirsə, onsuz da bilirdi ki, paralel və kəsişmə xətti olmalıdır. Biri 55 dərəcədir, digərini tapın. Bunların cəmi neçə dərəcə olmalıdır uşaqlar daxili bir tərəfli bucaqların? 180 dərəcə olmalı deyilmi? 180. 180-ə nə çıxacaq? 55-i. Neçə eləyəcək? 125. Olur hansı variant? Y variantı. İndi 2 paralel düz xəttin 3-cü düz xəttlə kəsişməsindən bucaqlardan biri 80 dərəcədir. Uyğun bucaq deyirsə çöldəki bucağı soruşur da. Və yaxud çöldəki bucaq 80 dərəcədir, içəridəki bucaqdır. Uyğun bucaqlar nədir? Biri çöldə, biri içəridə olan bucaqlar necədir? Uyğun bucaqlardır. İndi uşaqlar, digərini deyir tapın. Uyğun bucaqlar bu 80 dərəcəsə uyğun bir-birinə bərabər olan bucaqlardır da. Düz deyilmi? Uyğunudur da. Başa düşmədiniz bunu? Mən başa düşdüm. Başa düşdüm mən. Aha, lap yaxşı. Nömrə neçəyə? 53-ə keçəyin. 2 paralel düz xəttin 3-cü düz xəttlə kəsişməsindən alınan daxili bir tərəfli bucaqlardan 2 paralel düz xəttdir, 3-cü ilə kəsişibdir. Və alınan daxili bir tərəfli bucaqlardan biri 50 dərəcədir, digərini tapın deyir. Digəri neçədir? X-dir. İndi bunun cəmi neçəyə bərabərdir? Bunun cəmi neçəyə bərabərdir? 180 dərəcəyə bərabərdir. Üstə gələksə aşağıdan nə olur? X da bərabərdir 180-dən 130 dərəcə. Deməli, 2 paralel düz xətt alınan bir daxili bir tərəfli bucaqlardan biri. Burada səhv işarələnibdir. Y variantıdır. Başa düşdünüzmü uşaqlar? Sonra 54-ə baxağın. Nömrə 54-də. Daxili bir tərəfli bucaqlardan biri. Bu nədir? Daxili bir tərəfli bucaqdır. X-dır. Biri də 1,5 dəfə böyükdür. Bu da neçə olacaq? 1,5x olacaqmı? Bunların cəmi də neçəyə bərabərdir? 180 dərəcəyə. 180 dərəcəyə bərabərdir. Bu neçə olur uşaqlar? 2,5x oldu mu? 1x-in üzərində Bərabər 180 dərəcə. Ay, sağ olun. İndi vurma da aşağıdan nə olacaq? Bölüm olacaq. 183,5-ə bölünür. Uşaqlar necə bölünür? Vergüdən sonra bir rəqam var. Bir dənə sıfır olaraq bunu ona vuranda, bunu da ona vuram. Vergüdən sonra bir rəqam var. Bu sıfırlar. 1800 bölə 25. Yanında uşaqlar. İndi vergüdən sonra bir rəqam var. Bir dənə sıfırla bu vergü gedir, qalır 25. Burada da qalır 1800. Bunda 180-in içində 25 neçə dəfədir? 180-in içində 25. 6 dəfə. Niyə ki? 6 dəfədir? Hə. 7 dəfə müəllim. 7. 175 eləyir.
175 mi eləyir? Dəqiq böləndə. 25-ə 7 bölünür. dəfəsi 7 dəfəsi eləyir 175. 7, 5 yazaq. 3 yadda 175. Ondan 5, 5. Burada da 50, 72 dərəcə qaldı mı uşaqlar? Hə. 72 dərəcə. Bu bucaqların fərqini soruşur. Bu 72 dərəcədir. Bu neçədir? 1,5 vurulsun 72 olacaq mı uşaqlar? 72-ni 1,5-ə vuran. 5, 10, 1 yadda, 36, 2, 7, 0, 8, 10, o delədi 108 dərəcə. Bu da neçə dərəcədir uşaqlar? Siləyin. Burada neçə dərəcə yazağın? 108. 108 dərəcə yazağın. İndi bu bucaqların fərqini soruşur. 108-dən də 72 çıxırıq. Neçə düşür? Eləyir 36 dərəcə. 36. Olur hansı variant? A variantı. Uşaqlar, Müəllim belə də eləmək olardı əslində. 72 bir bucaqdırsa 180-dən 70 çıxardıq, o pisi bucağı tapardıq. o şifahidir də mən riyazi yolla yazdım. İndi nömrə keçək neçəyə? 55-ə. Uşaqlar, nömrə 55-də uyğun tərəfləri paralel var, bir də uyğun tərəfləri perpendikulyar var. Uyğun tərəfləri paralel olanlar bunlardır. Uyğun tərəfləri perpendikulyar olanlar bunlardır. Bu nədir? Perpendikulyar olandır. Bu nədir? Paralel olandır. Yadınızda saxlayın. İndi uşaqlar bizə deyir ki, uyğun tərəflər paralel olan bucaqların cəmi 180 dərəcəyə bərabərdir. Perpendikulyar olan bucaqların da cəmi neçə dərəcəyə bərabərdir? 90 dərəcəyə 90. bərabərdir. İndi nömrə 55-də uşaqlar bizə deyir ki, uyğun tərəfləri perpendikulyar olan bucaq. Aha. Deyir ki, onlardan biri 70 dərəcədir. Bu 70 dərəcədir uşaqlar. Olarsa digəri aşağıdakılardan hansı ola bilər? Uşaqlar bu 70-dirsə, biri çöldə, biri içəridə uyğun bucaqları olmurmu? Bu da 70 dərəcə olacaqmı? Hə. Aha. Uyğun tərəfləri perpendikulyar olan bucaq deyirsə, 90-dan 70-i çıx. Neçə qalacaq? 20 dərəcə 20. qalacaqmı? Hə. Uyğun tərəfləri perpendikulyar olan bucaqlardan biri 70 dərəcə olarsa, digər aşağıdakılardan hansı ola bilər? Aha. 70 dərəcə oldu. Onda bura neçə dərəcə olacaq uşaqlar? 70 dərəcə olurmu? 70. 70-dirsə bura nə düşür? Daxili bir tərəfli 20. bucaqların cəmi 180 olmalıdır axı. 110 dərəcə 110. düşürmü? Hə? Vəssalam. Sonra nömrə 56-ya keçəyin. Nömrə 56-da nə deyir? Uyğun tərəfləri perpendikulyar olan iki bucaqlardan biri. Uyğun tərəfləri perpendikulyar olan bucaq budur. Perpendikulyar olan iki bucaqlardan birinin tənböləni digərinin tərəfi ilə 40 dərəcəli bucaq əmələ gətirir. Digərinin tərəfi ilə nə əmələ gətirir? 40 dərəcəli bucaq əmələ gətirir. Cəmi 180 dərəcə olan bu bucaqlardan böyüyünü tapın. Cəmi 180 dərəcədir. Bu bucaqlardan deyir tapın. Bura tənbölən nə edir? Bucağı nə edir? Yarıya bölür. Deməli, burada 40 dərəcədir, burada 40 dərəcədir. Onda 40 dərəcə, 40 dərəcə, 80 dərəcə oldu mu? Bu üç bucağın da cəmi 180 olmalıdır axı. Bucaqlarının cəmi. Öz də dilindən 100 deyir. olacaq. Onda bura neçə dərəcə olur? 100 dərəcə olur. Vəsiyo. Olur hansı variant? A variantı. Prosta diqqətli olun biraz. Nömrə keçək neçəyə? 57-yə. Uyğun tərəfləri perpendikulyar olan budur. Yəni bir dənə iti bucaq çəkirsiniz, bir dənə də ona tərs məsələ birini çəkirsiniz. Bu uyğun tərəfləri perpendikulyardır. Biri 75 dərəcədir. Bu neçə dərəcədir? 75 dərəcədir. Digərini tapın. Onda çöl bucaqları uyğun bucaqlar deyilmi? Bura 75 olacaq. Bura neçə olacaq? 75 olacaq. Onda burayla buranın cəmi 180 olmalı deyilmi? 180-in də nəyə çıxacam? 75-ə çıxacam. Burayla buranın cəmi neçə olmalıdır? Daxili bir tərəfli bucaqların cəmi 180 dərəcə olmalıdır. Baxın uşaqlar, bunu uzadanda gördünüzmü? 105. Paralel xətt kəsən yarandı. Neçə qalır? 105 dərəcə qalır da. Elə.
İndi bizə deyir ki, eyni adlı. Eyni adlı deyirsə uyğun bucaqlar deyir. 75 desə neçə olacaq? 75 olacaq. Olur hansı variant? C variantı. C. Eyni. Bunu bir də izah edin. Baxın, uyğun tərəfləri perpendikulyar olan deyir. Bura 75-dir. Uyğun tərəflər hansılardır? Biri çöldə, biri içəridə uyğun tərəflər deyilmi? Burada 75 olacaq, burada 75 olacaq, değil mi? Sonra nömrə keçək 58-ə. 58-də deyir ki, uyğun tərəfləri perpendikulyar olan. Çəkirəm, uyğun tərəfləri perpendikulyar olan. Bucaqlardan biri, birinə x yazıram. Birinin 20%. X-i vururam 20-yə, bölürəm 100%. X-in deyir 20%. Baxın, X-in 20%. Əgər birinci ədəd sonra faiz gəlirsə, vururam 100%-ə nə edirəm? Bölürəm. Bölürük. Digəri nədir? Y-dir. Yəni X götürmə. Digərini Y götür. Yəni buranı Y götür. Digərinin 60%-nə bərabərdir. Vururam 60-a, bölürəm 100-ə. 100-lər getdimi? Baxacaq, bərabərliyin o üzündəkilə bu üzündəki ixtisar gedir. Sıfırlarda getdimi? 2 ilə getdi, 3 qaldımı? X bərabərdir neçə oldu? 3Y oldu. X-a nə yazacağam? 3Y yazacağam. Onda bura neçə olur uşaqlar? 3Y oldu mu? Onda o qarşılıqlı Bəli. bucaqlara görə burada 3Y oldu mu? Bunların cəmi nəyə bərabərdir? 4Y 180 dərəcəyə bərabərdir. Vurmadı aşağıda nə olur? Bölüm olur. 180-i nəyə bölürəm? 4-ə. Orada hə. 45 dərəcə düşürmü? Bəli. İndi biri 45 dərəcədir. Biri də 3Y-dir. 3 vurulsun 45-dir. Neçə eləyir? 5. 135 oldu mu? Bunların fərqini soruşur. Neçə olur? 5, 5, 0, 90 dərəcə olur. Olur hansı variant? Dərəcə ölçülərin modulunu tapın. Yəni kiçikdən böyüyə birdən çıxarsınız, müsbət olsun da. Sonra nömrə, bucaq nə olmalıdır? Müsbət olmalıdır. Ona görə modulunu göstərir. Uyğun tərəfləri paralel olan bucaqlar necədir? Belədir. Biri 1-dir, biri 5-dir. Belə nisbət veribsə yanına nələr qoyacağıq? X-lar qoyacağıq. Biri 1x-dir, biri neçə x-dir? 5x-dir. Uyğun tərəfləri paralel olan bucaqlar neçə dərəcəyə bərabərdir? 180 dərəcəyə. 6x nəyə bərabərdir? Bunların cəmi nəyə bərabərdir? 180-ə. X nəyə bərabərdir? 30-a. Bu 30-dursa, bu da 5 vurulsun 30, 150 dərəcə. 150. Kiçiyi soruşur, 30 dərəcə olur hansı variant? B variantı. B variant. Nömrə keçək 60-a. Nömrə 60-da nə deyir uşaqlar? Sabahlar qurtarağım bu mövzunu. Orada Üç bucağa keçəyin. Uyğun tərəfləri paralel olan bucaqlar. Uyğun tərəfləri paraleldir. Bu nədir? Paraleldir. Bucaqlar 1, 8. Biri 1x-dir, biri 8x-dir. 1, 8 nisbətindədir. Nisbət deyirsə yanına x-lar qoyun. Böyük bucağı tapın. Bunların cəmi neçə dərəcəyə bərabərdir? 180 dərəcəyə. Vurmadsa aşağıda nə olur? Bölüm olur. 20 dərəcə oldu mu uşaqlar? Bu 20 dərəcədir, bu da 160 dərəcədir. Böyük bucağı soruşur, olur hansı variant? Y variantı. Sonra nömrə keçək 61-ə. Deyir ki, uyğun tərəfləri paralel olan. Uyğun tərəfləri nədir bu? Paralel olan bucaqlardır. İki bucaqlardan biri digərindən, birini x götürürəm. Biri də digərindən, yəni bundan 50 dərəcə nədir? Böyükdür. Bu bucaqların kiçiyini tapın. Bunların cəmini nəyə bərabər eləyəcəm? Paralel olan bucaqların cəmi 180-ə bərabərdir. Perpendikulyar olan bucaqların cəmi 90 dərəcəyə bərabərdir. 2x bərabərdir neçə olur? 130. X də bərabərdir neçə olur? 65 dərəcə. Kiçiyini tapın. Kiçiyim 65 B variantı. Sonra nömrə 62-də şu şəklini çəkibdir. Uyğun tərəfləri perpendikulyar olan bucaqlar çəkibdir. İndi bizə deyir ki, alfa bucağın dərəcə ölçüsünü tapın. Bura neçədir? 70 dərəcədir. Bura neçə olacaq uyğun bucaqlara görə? 70 dərəcə olacaqmı? Bizdən buradan buranı soruşur. Bura 70-dirsə, bura 70 olacaqmı? Bura neçə olacaq? Bunların cəmi 180 olmalıdır. 110 dərəcə olacaqmı?
110-sa buradan bura 360 dərəcədir. 360-dan nəyə çıxacaq? Bütün çevrə neçə dərəcədir? 360-dır. 250. 250 dərəcə oldu mu? B variantı. Alfa neçə dərəcə oldu uşaqlar? 250 dərəcə oldu. 250. Çevrə neçə dərəcədir? 360 dərəcədir. Uşaqlar, Bir dənə onu təzədən baş. aha, buna aid biri var. Perpendikulyar olan bucaqları necə çəkirik? Belə çəkirik. Deməli, buradan bura nə verib? Alfa verib. İndi bizdən buradan bura nə verib? 240 dərəcə verib. Ümumi bucaqların cəmi neçə dərəcə olmalıdır? Bax, bunların cəmi neçə dərəcə olmalıdır? 360 dərəcə olmalıdır. 240-ı çıxıram. Qırmızı tərəfi tapmaq üçün. Baxın, qırmızı tərəfi tapmaq üçün. Neçə olur uşaqlar? 120 dərəcə olurmu? Bəli. 120 isə bunlar daxili bir tərəfli bucaqlar o deyilmi? Cəmi neçə dərəcəyə bərabərdir? 180 dərəcə deyilmi? Daxili bir tərəfli Yəni, bucaqların altı cəmi, daxili bir tərəfli bucaqların cəmi neçə dərəcəyə bərabər olmalıdır? 180 dərəcədə. Onda bura neçə düşür? 60 dərəcə düşür. Bura 60-dırsa qarşılıqlı bucaqlara görə burada 60 olurmu? Uyğun bucaqlara görə burada 60 oldu mu? Biri çöldə, biri içəridə. Vəssalam. 60-dan da çıxacaq 60-ı. Aha. İndi 60-dır. 360-dan da nəyə çıxacam? Bütün çevrə neçə dərəcədir? 360. Ondan da çıxacam 60-a neçə dərəcə qalacaq? 300 dərəcə. Olur hansı variant? C variantı. Başa düşdünüz yoxsa bir də izah eləyimmi? Mən bunu bir də izah edə bilərsiniz. Aha. Nömrə 63-də uşaqlar. Nömrə 63-də. Bizə nə deyir? Belə bir perpendikulyar olan nə verib? Bucaqlar veribdir. Buradan bura neçə dərəcədir? Alfadır. Buradan bura neçə dərəcədir? 240 dərəcədir. Uşaqlar 240 buradsa, bura nə düşür? Bax, bura nə düşür? 360-dan nəyə çıxacam? Bütöv neçədir? 240-ı çıxıram. Neçə dərəcə qalır? İndi başqa yolla gedirəm. 2, 1. 120 dərəcə oldu mu? Uşaqlar, 120 isə bura nə düşür? Bunların cəmi neçə dərəcə olmalıdır? Daxili bir tərəfli bucaqları. Hə? 180. Bura neçə dərəcə 180. düşür? 60 dərəcə düşmürmü? 60. Qarşılıqlı bucaqlara görə, qarşılığı da qabağında üzbəüz olan bucaqlardır. 60 oldu mu? 60. Uyğun bucaqlara görə biri çöldə, biri içəridə, burada 60 oldu mu? Bəs Bəli, orada 360 deyilmi 360-dan da bütöv? çıxacaq 60-ı Bura neçə eləyir, dərəcə 300. düşür? 300 dərəcə düşür. Kim başa düşmədi uşaqlar? Bir də izah eləyim. Nömrə keçək nəyə? 64-ə. Alfa plus 2 beta nəyə bərabərdir uşaqlar? 240 dərəcəyə. Betanın mümkün qiymətlərinin cəmini tapın. Mümkün qiymətlər deyirsə, yəni ki, burada bir qiymət deyil də, qiymətləri deyir. Alfa, beta, uyğun tərəflər paralel olan bucaqlar, bir-birinə nə olur? Bərabər olur. Alfa bərabərdir. Nə olur? Hə? Alfa bərabərdir, nə olur? Beta olur. Bir də alfa ilə betanın cəmi neçə dərəcəyə bərabər olur? Alfa plus betanın cəmi neçə dərəcəyə bərabər olur? 180 dərəcə olmurmu uşaqlar? Paralel olan bucaqlar 180 dərəcə olur. Perpendikulyar budur, 90 dərəcə olur. Perpendikulyar 90 dərəcəyə bərabərdir. Uyğun tərəflərin cəmi. Ancaq paraleldə 180 dərəcəyə bərabərdir. Uşaqlar, indi bizə alfa plus beta 180 dərəcə veribsə, alfa da betaya bərabərdir. Elə bil uyğun tərəflər paralel olan bucaqlar bir-birinə nə olur? Bərabər olur. Alfa betaya bərabərsə, betanın yerinə nə qoyacam? Alfa qoyacam. Nəyə bərabər olur? 180 dərəcə olur. 2 alfa nəyə bərabər olur? 180 dərəcə olur. Vurma da aşağıda nə olur? 90 dərəcəyə. Oldu mu belə? Hə. Qoy görək, harada düzgün eləmədik, düzgün elədik, hə. Всё. İndi alfa plus 2 beta nəyə bərabərdir? 240 dərəcə mi verir? Hə.
Alfanın yerinə 90 qoyacaq. Üstə gələ 2 3 beta beta bərabərdir 240. bərabərdir neçə olur? 240 dərəcə oldu mu? Alfanın yerinə beta Bəli. qoyduq. Vurma da aşağıdan nə olur? Bölmə olur. Neçə oldu? 80 dərəcə oldu. Axı çox oldu burada. Beta 80 dərəcəni düz tapmışıq. Beta 80 dərəcədir. Buna nə yazdım? 80 dərəcə yazdım. İndi gəl şəkillə tapağın. Beta'ya 80 dərəcə yazdım. Baxın. Alfa plus 2 alfa bərabərdir. Uyğun tərəfləri paralel olan. Hə, buna 80 dərəcə yazdım. Bu neçə dərəcə olur? 110 dərəcə olmurmu? Bu da 110 dərəcə olmurmu? Bu da 80 dərəcə olmurmu? Bu da 80 dərəcə olmurmu? Axı bunlar bir-birinə bərabər olmalıdır. Qoy görək. Alfa və beta uyğun tərəfləri paralel olan bucaqlardır. Alfa plus 2 beta 240 dərəcə olarsa betanın mümkün qiymətini. Betanın deyir, mümkün qiymətini tapın. Betanın birinə 80 tapdım. Burada qiymətlər deyir. Bu alfadır axı. Alfanın yerinə 90 dərəcə qoyanda üstə gəlsin beta 180 dərəcə olmurmu? Bunu hesablamırdıq uşaqlar. Beta nəyə bərabər olur? Yenə 90-a bərabər olur. Yaxşı, gəl bunda qoyaq. Alfa plus 2 beta bərabərdir nəyə? 240 dərəcə deyilmi? İndi 90 dərəcə üstə gəlinsin 2 beta nəyə bərabərdir? 240 dərəcəyə bərabər deyilmi? 2 beta bərabərdir. 240-dan da 90-ı çıxanda neçə qalır? 5, 150 mi qalır? Beta bərabərdir neçə olur? 75. 75 olur. Olur axı. 140 olmalıdır cavab. Bircə dəqiqə qoy görüm harda düzgün eləmədik. Alfa plus 2 beta, 3 beta bərabərdir 240, 80 dərəcəni düz tapmışam. Olarsa betanın mümkün qiymətlərinin cəmini tapın. Yəni betadan, indi yaxşı, burada alfa plus beta nəyə bərabərdir? 180 dərəcəyə bərabərdir. Beta'ya 80 dərəcə olursa alınmır. 2 alfa bərabərdir 180 dərəcə. Alfa bərabərdir 90 dərəcə olur. 90 dərəcə olur. Yaxşı, 90 dərəcə qoyuruqsa 90 dərəcə, 160 dərəcə mi olur onda? Betanın mümkün uyğun tərəfləri paralel olan bucaqlardır. Alfa plus 2 beta 240 dərəcədir. Bunu yazdım. 80 dərəcəni tapdım. 240 dərəcədir. 240-dan çıxaq məsələn 180-i çıxaq. Neçə qalır? 60 dərəcə qalmırmı? 60-la da 80, 140 dərəcə eləmirmi? Uşaqlar, diqqətlə qulaq asın. Nömrə 64-də necə izah eləyir? Alfa plus 2 beta nəyə bərabərdir? 240 dərəcəyə bərabərdir. Çaşdırır yenə. İndi alfada uyğun tərəflər paralel olan bucaqlar bir-birinə bərabər deyilmi? Alfa beta'ya bərabərdir. Beta qoyuram yerinə. 2 beta bərabərdir. Neçə oldu? 240 dərəcə oldu mu? 3 beta bərabərdir. 240 dərəcə oldu mu uşaqlar? İndi vurma da aşağıda da bölmə olur. 240-ı da 3-ə böləndə 80 dərəcə oldu mu? Betam neçə dərəcə oldu? 80 dərəcə oldu mu uşaqlar? 80 dərəcə. 80 dərəcə. İndi alfa plus beta neçə dərəcəyə bərabərdir? 180 dərəcəyə bərabər deyilmi? Bəli. Mən necə eləmişdim? Müəllim 180-dən də 80 çıxacaq, alfanı tapacaq. Yox, bircə dəqiqə. Necə eləmişdim? Bircə dəqiqə. 2 alfa 90, 240-dan. Aha. İndi alfa üstə gəlinsin 2 beta 240 dərəcə deyilmi? Beta'ya nə tapdım uşaqlar? 80 dərəcə tapdım. Alfa üstə gəlinsin 2 vurulsun 80 bərabərdir nəyə? 240-a. Gətirib yerinə qoyuram da. Prosto bunu veribsə, gətirib burada yerinə qoymalıyıq. Elə deyir. Kef eləsi deyir. Alfa gələr 160 bərabərdir 240. O da bərabərdir. Alfa 0, 80-ə. 80-ə.
Mən bircə dəqiqə. Mən bildim vaxtı deyil. 90 qoymuşdun Yox. o yerinə. Bircə dəqiqə. 90 qoymuşdun. 240-dan 160 çıxanda 14-dən 6 çıxıram. 8, 80 dərəcə oldu. Alfa neçə oldu? 80 dərəcə oldu. Alfa 80 dərəcədirsə, beta nəyə bərabərdir? 100 dərəcəyə bərabərdir. Bəs mən necə tapdım bunu? 240-dan 180-dən. Hə. Beta. Vaxtı deyil. Hə, indi xəbərdarlıq gələcək, hələ gəlməyibdir. 240-dan 2 alfa bərabərdir. Alfa plus beta 2 alfa bərabərdir 180. 240-dan 180 çıxdım. 240-dan. Hə, deməli alfa plus betam neçə dərəcədir? 180 dərəcə deyilmi? Bəli. 180 dərəcədir. 180 dərəcədirsə, uyğun tərəfləri paralel olan bucaqlarım 180 dərəcədirsə, 180-dən də çıxıram nəyi? Bax bu 240-dan nəyə çıxıram? 180-i çıxıram. 0, 14-dən 8, 60 dərəcə. Betaya nə tapıram? 60 dərəcə tapıram. Betanın 60 dərəcədəkindən betanın 80 dərəcədəki qiymətini toplayırıq, 140 dərəcə olur. Yaxşı, indi niyə belə veribdir? Gəlin bunu sistem tənlik şəklində yazaq. Bəlkə onda uyğun oldu. Diyanın linki təzədən atım. Əvvəlki qiymətdən